9-cu sinifin buraxılış suallarının izahı ilə davam edirəm. Baxıram 158-ci testimizə. Deməli, burada 158-də bizdən pasiv voice, yəni məhsul növ istəyir. Məhsul növ istəyəndə həmişə yadınızda saxlayırsınız. Verilən cümlədə tamamlığı tapmalıyıq. Tamamlıq isə xəbərdən sonra işlənir. Baxın, burada heard sözü bizim mübtədamız olmalıdır məhsul növ cümlədə. C və D bəndlərində mübtəda dəyişilmədiyi üçün deməli yanlışdır. Daha sonra baxıram zamanıma. Zamanım burada punished bilir, görürsünüz ki, deməli keçmiş zamandadır. Deməli indiki zamanı da elədim. Deməli məhsul növü yadınızda saxlayırsınız ki, to be plus participle to ilə düzəlir. Düsturumuz budur. Burada görürsünüz E bəndində ümumiyyətlə to be yoxdur. Ona görə də olmaz. Cavabımız olacaqdır B bəndi. Və yadınızda saxlayırsınız ki, əgər ki bizim cümləmizin mübtədası məhsul növ cümləmizdə iştirak edəcəksə, onda mütləq qarşısında by sözümüz olmalıdır. Ona görə də B bəndimiz tamamilə düzgündür. Baxıram 159-cu testimizə. Burada six dediyinə görə D sistemdə olmalıydı, sonra apostrof olmalıydı, yanlışdır. Bu hemen kökündən dəyişilərək cəmlənən isim olduğu üçün yəli halda apostrof ilə düzəlir, düzgündür. Tree dediyinə görə weak sistemdə olmalıydı, sonra apostrof olmalıydı, yanlışdır. Adların qarşısında D artiklı işlənibdirsə, deməli onda S bitişi olmalıdır, düzgündür. 2-4 cavabımız oldu, D bəndi. 160-cı test sözünü test edir. Met yadınıza qalsın. Görüşmək, qarşılaşmaq feili sözünsüz işlənir. Holiday sözü ondan işlənir və Yunanistanda da inlə işlənəcəkdir. Düzgün cavabımız oldu, C bəndi. Daha sonra baxıram 161-ci testimizə article testidir. Bütün su hövzələri D artiklı ilə işlənir. Deməli, bircə lake sözünü görsəz, onda article vermirsiniz. Daha sonra yadınızda saxlayırsınız ki, ölkə, qitə, şəhər, ümumiyyətlə yer bildirən sözlər artiklsız işlənir. Ona görə burada article olmaz. Və cəhətlərin artiklından işlənməsi. Normalda cəhətlər artikldan işlənir, tək yazılanda. Lakin burada birbaşa yanında ölkə adı vardı, onda artikl vermirik. Amma burada of olsaydı, onda D artiklı verə bilərdik. Lakin burada of olmadığı üçün mən bunu edə bilmirəm. Birbaşa yanında yazıldığı üçün deməli sadəcə artiklsız verməliyik. Düzgün cavabımız olacaqdır. D, daha sonra boşluqlar deməli oldu E bəndi. Daha sonra baxıram 160-cı testimizə. Burada normalda siz görürsünüz those lambs sistemdədir, amma bizim mübtədamız those lambs yox, wool əsas. Deməli o quzuların yunu təkdədir, sayın müayən isimdir, is was, yəni 3-4 cavabımız oldu A bəndi. Daha sonra yadınızda saxlayırsınız ki, əmr cümləsini həmişə xitabı ya ikinci şəxsin təkinə ya da ikinci şəxsin cəminə etməliyik. 1-5 düzgün cavab oldu B bəndi.